Değerli şahitler, yeniden her birinizi hoş gördük. Bugün yeni video izahla karşınızdayım. Bugün iki şəkil haqqında qısa məlumat verəcəm. Hansı şəkillərdir? Biri var, Dakı şəkilçisidir. Dakı üstü 2'dir və 2. Demək, bu şəkilçilər varsa, deməli o təbii ki qeyd olunduğu kimi bunlar sifət yaradan şəkilçilərdir. Bu şəkilçilər varsa o sifətin adi dərəcəsindədir. Bu şəkilçilər varsa o sifət dərəcələr üzrə dəyişə bilməz. Çünki yalnız adi dərəcədə olacaq. Sonra bu şəkilçilər varsa sifətin yalnız hansı sual olacaq? Məsələn, burada diqqətli oluruq. Niyə diqqətli oluruq? Sizə test formasına sala bilər ki, hansı sifətin yalnız hansı sualına cavab verir? Yəni bütün suallarına cavab verə bilməz. Deməli, orada əgər yoldaşlar bu şəkilçilərdən biri varsa, deməli o sifətin bütün suallarına cavab verə bilməz. Çünki o şəkilçinin olan sözün sualı yalnız hansı sualı olacaq. İndi Dakı heç vaxt parçalanmır. Yəni o parçalamaq olmaz. Qda da bir məsələ deyim. Ki, təbii ki, istisna hal olaraq, əgər özündən əvvəl yərik hallı sözə qoşularsa, məsəl üçün, deyək, bizimki sözünü deyə bilərik, mənimki sözünü deyə bilərik, sizinki sözünü deyə bilərik. Bu tip sözlər varsa, bundan əvvəl olan bu şəkilçilər yəriyin şəkilçidir. Əgər qdan əvvəl yərik hallı söz gələrsə, biz artıq o istisna olaraq o sözə sifət deməyəcəyik, isim deyəcəyik. Yəni burada ki şəkilçisi isim yaratmış olacaq. Bu qədər bugünlük yeni video izahlar qarşınızda olacağım. Sağ olun.